Biz etiraf etməliyik ki, heç birimiz 100% mələk deyilik. Bu planetdə yaşayan hər bir insanın, həm sən, həm də mən daxil olmaqla içində bir qədər qaranlıq var. İnanmırsan? O zaman bu test bunu sənə sübut edəcək. Hazırsansa başlayaq. 10 sual var. Hər biri üçün 5 saniyen olacaq. Ulduzları saymağı unutma. Birinci sual. Qaranlıqdan qorxursan? Mənə bəzən xoş gəlir. Biraz qorxuram. Xeyr, qorxmuram. İkinci sual. Heç xəstə olduğunu yalandan demisən? Bəli. Nə olsun, tez-tez edirəm. Xeyr, dürüstlük hər şeydən üstündür. Üçüncü sual. Vannada hörümçək tapsan, nə edərsən? Qapını bağlayıb əbədi qaçaram. Onunla danışaram. Onu çölə buraxaram. Dördüncü sual. Nə cür filmləri sevmirsən? Romantik komediyalar, qorxu filmləri, tarixi dramlar. Beşinci sual. Quşların cəhcəhi ilə oyandın. Özünü necə hiss edirsən? Möhtəşəm. Əsəbləşmişəm. Vecimə deyil. Altıncı sual. Qonşularını tanıyırsan? Yox, mənasızdır. Yalnız salamlaşıram. Bəli, dostuq. Yeddinci sual. İnsanların çoxu sənə maraqlı gəlir? Yox, insanlar bezdiricidir. Yarı-yarıya. Bəli, əksəriyyətini xoşlayıram. Səkkizinci sual. Dostların səni rahat biri adlandırardı mı? Yox, əsla. Yəqin ki, yox. Ola bilər. Doqquzuncu sual. Heç kiməsə pis bir şey baş verdikdə gülmüsən? Daim olur. Adətən öz axmaqlığıma gülürəm. Xeyr, bu məni kədərləndirir. 10-cu sual. Axırıncı dəfə kiməsə nə vaxt kompliment eləmisən? Bugün. 2 həftə əvvəl. Ümumiyyətlə kompliment eləmirəm. Nəticə. Ulduzlarını say. 10-14 ulduz. Ruhun qaranlıqdır. Sən əsl qara pişik kimisən. Başqalarının bədbəxtliyindən zövq alırsan. Qaranlıq, yumor hissin var. Daxilində düşmənlərini məhv etməyə yönəlmiş ustalıqla qurulmuş planlar gizlidir. Sənin arzun super qəddar olmaqdır. 15-20 ulduz. Ruhun boz çalarlardadır. Zülmətlə əhatə olunmusan, amma bu bədxahlıqdan deyil. Sən dünyanı daha dərindən dərk edən və insanlardakı çatışmazlıqlarda gözəllik görən birisən. Filosof kimi düşünür, uzun-uzadı analiz edirsən və tez-tez reallıqdan uzaqlaşırsan. 21-25 ulduz. Ruhun şəffafdır. Əslində, içində heç bir qaranlıq yoxdur. Bəzən özünü soyuqqanlı və sərt göstərsən də, ətrafındakı hər kəs sənin bir nur mənbəyi olduğunu bilir. Sən həyatın işıqlı tərəflərinə inanırsan və içindəki azca qaranlıq sadəcə özünü qorumaq üçündür. 26-30 ulduz. Ruhun göy qurşağı kimidir. Sən saf, mərhəmətli, qayğıkeş və həyatsevər insansan. Anı yaşamağı bacarırsan. Olduğun yerdə və yanında onlarla xoşbəxtsən. Gələcəyə nikbin baxırsan və dünyanın qaranlığı səni qorxutmur. Sonda, səncə nəticə sənə uyğun gəldi? Rəylərdə fikrini bölüş. Kanala dəstək üçün bəyənməyi və abunə olmağı unutma. Mənlik bu qədər. Hamınıza əla əhval-ruhiyyə arzulayıram. Hələlik.